Salam, salam. Əgər hər hansı bir fərqin və ya cəmin modulunu soruşursa vektorlarda, bu düsturu xatırlamaq lazım uşaqlar. Modulda A vektoru bərabərdir kök altında və kök altında A vektorun kvadratı. Bu, mən sizə skala hasil keçəndə, vektorların skalası keçəndə, orada demişdim, xassiyə idi bu. Deyilimin balaca boyu var, dam dolusu toyu var. Odur bax. Yəni A'nın yerinə bu durubdur. Belə. Deməli başlayırıq. Yazacağım bunun yerinə kök altında mötəzidə 3A vektoru çıxılsın, aşağıdakı düstura uyğun. 2B vektorun nəyi? Kvadrat. Bərabər. Sonra müxtəsər vurma düsturuna əsasən asacaqsınız. 3A vektorun kvadratı olacaq 9A vektorun kvadratı. Çıxılsın. Bunların hansını kimisdir? 2, 4, 12. 12 vurulsun. A vektoru vurulsun B vektoru. Plus 4B vektorun kvadratı. Və sizə demişdim ki, hansı vektorun üstündəki kvadrat var, onun yerinə uzunluğun qiymətini yazarsınız. Hansı vektorun üzərində kvadrat var, onun üzərində onun kvadratı yazarsınız. Bu da skala hasıdır. Deməli, biz skala hasılı tapmalıyıq. A vektoru vurulsun B vektorun skala hasılı bərabərdir. Modulda A vektoru vurulsun, modulda B vektoru vurulsun. Kosinus alfa. Vektorların skala hasılına bağlı düstur var. Modul A'nın yerinə yazırıq 1, modul B'nin yerinə yazırıq 4, kosinus olacaq 120 dərəcə. Kosinus 120 dərəcədən hesablamalıyıq. Kosinus 120 dərəcə çevirmə düsturu. Kim hesablayar? Kim ürəklidir? Kimin qabiliyyəti çatar? 180 çıxılsın 60 şəklində yazsın. Ay sağ ol. Neçənci rübə düşür? 120 dərəcə 3-cü rübə düşür. 2-ci rübə düşür. Söz düşmür. 2-yə. Mən gərək çəkim baxımı mən belə bilmirəm. 2-də də kosinus mənfi olur. Kosinus 60 dərəcədə də kökdə 2-də 1 olur. Mənfidir. Bəli. Gətir bura, bunu demək qiyməti oldu mənfi 2-də 1. Bura mənfi 2-də 1 qoyanda bu da ixtisas edəcək qalacaq mənfi 2. Skala asıl oldu mənfi 2. Yəni bura oldu mənfi 2. 5 dən. Uzun ömür can sağlar. Bərabərdir kvadrat kök altında 9 vurulsun. Onun yerinə 1 qoy. 1-in kvadratı yazıram. Çıxılsın 12 vurulsun mənfi 2. Plus 4 vurulsun. B vektorunun yerinə də o modulun qiymətini yazırıq. 4-ün kvadratı. 4 kvadrat kök altında 9 plus 24 plus 64. 9'un 24 64'ün cəmi neçə edir? 88. 88 üstündən də 9 gələndə 97. Kötü 97 olacaq. Belə də qalacaq. D variantı.